Və təbii ki, bir gün insana deyir, doktor, mən niyə nəsə dilimə vuran kimi köpürəm? Köp məni öldürür. Ay qardaş, sütlə içdim, mən köpürəm, nağarat kimi olurlar. Mən niyə belədir? Bunun səbəblərini sən efirində ilk dəfə deyirəm, birinci səbəbini. Normalda bağırsaq çöpləri milyardlarlandır, bunlar olur yoğun bağırsaqda. Bağırsaq çöpləri. Bağırsaq çöp, həzmi aparan, başa çatdıran. İnsanda nasazlıq yarananda, xəstəlik yarananda o bağırsaq çöpləri keçir nazik bağırsağa. Nazik bağırsağa keçəndə artıq həzm pozulur. Həzm pozulur və köpəmək. Deyir, heç nə, bir balaca dilimə nəsə su vurdum. Qarnın nağarıya döndü. Qarnın nağarıya döndü. Təbii ki, orada bunun da rolu var. Disbakteriozunda bağırsaq çöplərinin nisbətinin də rolu var ki, hansı nisbətdə bu həzm başa çatır. Hansı nisbət pozulanda həzm getmir. Və eyni zamanda mədə-bağırsaq nevrozu. Deyirəm də, deyir ki, ay doktor, mən suyu dilimə vuran kimi, dilimə bir şey deyən kimi mən bir şey ayağım işləyir, istihla qaçıram. Anormal halda istihla. Anormal haldır. Mən də, deyir, ancaq getmişəm, çıxardıq, bütün mədə-bağırsaq müalicəsi hər yerdə, ən məşhur həkimlər də alıb və yolu yoxdur. Mənim yanıma bu gün gəlir, səhər sevinmiş gəlir ki, dayandı, həll oldu məsələ. Nə ilə həll oldu? Nə ilə? Mənim təcrübəmlə. Bura ağıza çatıb, hələ bu mədiyə getməyib, bağırsağa getməyib. Fərhad bəyim, bu oraya çatmayıbsa, nə tər ola bilər ki, bunun ayağı işləsin? Demək, bunun nevrolojidir. Buraya deyən kimi, reflektor olaraq, mədə-bağırsaq təsir edir, ayağı işləyir. Mən neynirəm, bunun mədə-bağırsağından dərmanı yazmıram, müalicə eləmirəm. Bunun sinir sisteminə əlim dəyən kimi, müalicə başlayan kimi bu proses normallaşır. Misal dayanır. Və bu olur xoşbəxt. Ona görə də, və yaxud da tərsinə, qəbzlik, gətirib uşağı, körpək uşaq. Deyir, doktor, qəbzlik bu uşağın bir tərimi neynəyək? Yenə bağırsaq nəzisini əkdirirəm, baxıram, görürüm çöplərdə nisbət nə təridir, görürüm göbələk var, disbakteriozu var, onu yerinə qoyan kimi düzəlir.